Konstitusiya və suverenliyi çərçivəsində 8 noyabr Zəfər günü münasibəti ilə Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə gənclərin, ağsaqqalların və Vətən müharibəsi qazilərinin görüşü keçirilib. Görüşdə Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin sədri akademik Sudeyev İmamverdiyev, YAP Mərkəzi Aparatının Gender Siyasəti və Gənclərlə İş Şöbəsinin müdiri Zəkiyə Musayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları 2020-ci il sentyabrın 27-sində başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqını iftixar və qürur mənbəyinə çevrildiyini bildiriblər. O da qeyd olunub ki, bu müharibədə Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. Sonra Vətən müharibəsi qəhrəmanı mayor Zaur Hüseynov, 2-ci dərəcəli Vətən müharibəsi əlili polkovnik leytenant Zöhrab Vəliyev, 3-cü dərəcəli Vətən müharibəsi əlili, Azərbaycan bayrağı ordenli, Nizami rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işinin təşkili şöbəsinin müdiri polkovnik leytenant Talih Əliyev xatirələrini görüş iştirakçıları ilə bölüşüblər. Daha sonra qazilərə Türk ağsaqqalları arasında əlaqələrin inkişafı İctimai Birliyinin təşəkkürnamələri və hədiyyələr təqdim olunub. Görüş çərçivəsində səmimi söhbət səhər yeməyi süfrəsi arxasında davam etdirilib. Nizami rayon Yeni Azərbaycan Partiyası təşkilatının iştirakı ilə birlikdə biz öz bu tarixə yazılmış xalqımızın Zəfər Bayramı gününü qeyd etdik. Eyni zamanda da öz qəlbimizdən gələn məhəbbətimizi bir daha müharibə iştirakçılarına, bizim hörmətli, sevimli, bu yolu keçmiş qəhrəman övladlarımıza bildirdik. Mən düşünürəm ki, Qarabağın azadlığı Azərbaycan əsgərinin gücünün, xalqımızın birliyinin və Cənab Ali Baş Komandanın sərkərdəlik qabiliyyətinin təzahürü idi. Biz bu zəfəri ordu, xalq və dövlət birliyi ilə əldə etdik. Bugün biz bu zəfəri qeyd eləməklə eyni zamanda şəhidlərimizin əziz xatirəsini yad edirik. Onlar biz üçün əbədiyyət simvolu bir qəhrəmanlıq dastanıdır. Bugün başda Cənab Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqını bu Zəfər Bayramı münasibətilə təbrik edirik. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.